Salam hörmətli yoldaşlar. Bu videoda biz AutoCAD Civil 3D-də işlədiyimiz hər hansı bir layihədən kod koordinatları, hesabatları necə emal eləmək lazımdırsa ona baxacağıq. Hazırda nümunə üçün AutoCAD Civil 3D-də işlədiyimiz bir layihə var. Baxın, bu onun plan hissəsidir. Hətta burada sağda və solda genişlənmələr də var. Fikir verirsinizsə belə bir şəkildə. 2 dənə əyri var. Sonra həmin layihə üçün profil işlənibdir. Burada yaşıl xətlər mövcud vəziyyəti, qırmızı və göy hissələr isə layihə xəttini bildirir. Hətta burada aşağıda fikir verirsinizsə viraja qədər işlənibdir bu layihədə. Baxın, burada bizim enkəsiklərimiz var. Baxın, burada bir tərəfli viraj var. Hansı ki düz hissələrdə yanlara doğru əyimlərdir, ancaq əyrilərdə isə viraja uyğun olaraq bir tərəfli əyim var. İndi isə bu layihədən kod koordinatları və hesabatları necə çıxarırıqsa ona baxacağıq. Bunun üçün birinci biz tip kəsiyə nəzər yetirək. Baxın, belə bir tip kəsiyimiz var. Deməli, bu tip kəsikdə bu dairələr şəklində verilən hər bir bu nöqtələr bir xarakterik nöqtələrdir. Mausu, yəni kursoru bunların üzərində saxlamaqla bunların biz adına baxa bilərik. Məsələn, point kod hissəsində görürsünüz yazılıb daylight sub. Mən hazırda bu layihəni dərs məqsədi ilə işlədiyim üçün burada tool paletinin özündə olan tip kəsiklərdən yığmışam. Amma bizə lazım olsa biz Subassembly Composer'dən də özümüzə uyğun tip kəsik, yəni PKT faylları düzəldib onunla işləyə bilərik. O zaman isə point koda öz istədiyimiz yazıları yaza bilərik. Hazırda burada məsələn daylight sub, burada tutalım crown sub, bundan üstə subbase və s. bunların hansını üzərində saxlasaq, məsələn hər birinin point koduna baxırıq. Bunlara niyə baxırıq? Çünki bunlar bizə önəmlidir. Dediyim kimi bunlar hərəsi bir xarakterik nöqtədir. Məsələn bu nöqtə, burada yazılan bu crown sub yolun oxunun konstruksiyasının ən aşağı nöqtəsidir. Biz nöqtələr çıxardığında birinci təyin eləməliyik ki, bizə hansı nöqtələr lazımdır. Gəlin fərz eləyək ki, bizə bu 3 nöqtə, yəni konstruksiyanın altı, torpaq qatının da üstü, formation qatı deyilən qatın sağ, sol və orta nöqtələri lazımdır. Deməli, burada daylight sub, həmin bizim layihədə bu daylight sub, oxda crown sub və bu tərəfdə də yenə daylight sub deyə həmin bu nöqtələrdir. Deməli, bu point kodları çıxarmalıyıq. Bunun üçün nə edirik? Gəlirik koridorumuza, koridoru seçirik. Gəlirik burada launchpad bölməsinə. Burada points from corridor var. Həmin bu bölməyə giririk. Deməli, burada belə bir pəncərə açılır. Burada baxın, deməli, əgər birinci seçsə, koridor boyu bütün nöqtələr çıxarılır. Əgər biz istəsək ki, bizə lazım olan, məsələn, kiçik bir hissəni sıfırdan fərz eləyək ki 500 metr. Mən burada kiçik bir hissəni verəcəm. Çünki nöqtələr çıxarma prosesi biraz vaxt aparır. Ona videonun vaxtı uzanmasın deyə. İndi həmin aralığı yazdım. Nöqtə qrupunun adını burada yaza bilərik. Bu şəkildə. Və burada bütün bizim tip kəsiyimizdə olan bütün nöqtələr, xarakterik nöqtələrin adları var. Biz bunların hamısını yox, bizə lazım olanlarını seçirik. Birinci hamısını
seçib bu işarələri götürürük. Bu şəkildə. Sonra isə bizə lazım olanları seçirik. Deməli, burada cron sub idi, səhv eləmirəmsə. Bir dənə də onlara baxım, yadımdan tam qalmadı. Deməli, burada daylight sub, sonra cron sub. İndi gəlirəm həmin yerə. Daylight sub budur. Bunu işarələdim. Bir dənə də cron sub. Bunu işarələdim. İndi burada da nöqtə qrupuna ad verə bilərik. OK eləyək. İndi gözləyək həmin nöqtələri emal eləsin. Mən ona görə nöqtələri kiçik bir aralıq verdim. Çünki görürsünüz, bu proses biraz vaxt aparır. Hələ ilk 500 metr verdim. Yenə də xeyli vaxt aparır. İndi gözləyək o nöqtələri çıxarsın bizim üçün. Budur, artıq fikir verirsinizsə nöqtələri çıxarıbdır. Sadəcə olaraq bunların görünümlərini dəyişək ki, səliqəli görsənsin. Baxın, artıq point qrupda, yəni nöqtə qrupunda bizim yaratdığımız nöqtələr var. Bunu görünümlərini dəyişək. Baxın, artıq bu şəkildə. Sağ, daha doğrusu sağ bu tərəfdə. Sağ, orta, sol. Bütün hər üç bizim dediyimiz nöqtələri bu şəkildə çıxarıbdır. Artıq bu nöqtələri çıxardandan sonra həmin qrupun üzərində sağ düymə vururuq, export point eləyirik. Export eləmək istədiyimiz formatı seçirik. Sonra kompüterdə hara saxlamaq istəyiriksə yerini göstərib adını yazırıq. Və artıq baxsaq, baxın, burada həmin nöqtələr kompüterin yaddaşında saxlanılıbdır. Sonra bunları açıb düzgünlüyünü də yoxlayırıq və burada nöqtələrə nömrə verək bu şəkildə. Baxın, artıq bizim istədiyimiz nöqtələri emal eləyibdir. Bu şəkildə bu nöqtələri emal eləyib, alətin yaddaşına köçürüb sahədə yerinə vura bilərik. Və indi isə deməli, bu bir üsul. Bəzən də bu nöqtələri açot şəklində lazım olur bizə emal eləmək. Onu da hardan eləyirik? Məsələn, gəlirik bu toolbox-a. Burada bu üçüncü sıradakı plusu vururuq. Yox, burada yox. Report Manager. Report Manager'ə gəlirik. Burada nəyə aid məlumatlar istəyiriksə onu da biz emal eləyə bilərik. İndi məsələn biz koridordan gəlirik nəyə? Section Point Report. Baxın, burada volume report var. Biz burada məsələn həcm hesablamışıq. Həmin bu həcmi də bu volume report sahəsində köməkliyi ilə biz eksport eləyə bilərik Excel şəklində və s. İndi biz həmin nöqtələri istəyiriksə, gəlirik Section Point Report'a, sağ düymə, Execute
belə bir pəncərə açılır. Burada da yenə baxın, bütün nöqtələr seçilidir. Biz hansı nöqtələri istəyiriksə, burada məsələn onları qapadıb, hansıları istəyiriksə daylight sub məsələn və yaxud da bizdə Chrome sabitdə bu ikisini çap eləyə bilərik və yaxud fərqi yoxdur. Burada hamısını çap eləyək. Neçə metrdən bir istəyiriksə, məsələn tutalım 20 metrdən bir yazırıq. Hətta burada da station, yəni aralıq vermək olar, başlanğıc və son. Yəni burada da elə aralıq verim, çox çıxartmasın. Sonra burada onu hansı fayl kimi, məsələn çox vaxt Excel kimi çıxardırlar və ad yazırıq, yerini göstəririk, kayd edirik, create report vururuq. Baxın, artıq Excel-də bizə həmin nöqtələrin X-ini, Y-ini, Z-ini, offsetini, yəni layihə oxundan olan məsafəsini və tip kəsikdə biz baxdıq point kodlarını, hər bir nöqtənin point kodunu çıxarıb. Məsələn, baxın, bu şəkildə açıq hazırlayıb bizə. Məsələn, bu 0-cı kilometrdə, baxın, bir kəsikdə 36 dənə nöqtə var burada. Biz bunun hansını, indi bunlar müxtəlif qatların xarakterik nöqtələridir. Baxın, burada məsələn, hansı ki offseti mənfi olanlar oxdan solda olan nöqtələrdir. 0 olanlar oxun üzərində olan nöqtələrdir. Müsbət olanlar isə oxdan sağda olan nöqtələrdir. Baxın, məsələn, daylight fill, bu mənfi 12, yəni ən soldakı relyefə birləşmə nöqtəsidir. Bu tərəfdə isə, baxın, 20 metrlərə qədər oxdan sağda da 20 metr məsafədə nöqtələr var. Bu şəkildə baxın, 20-ci metrdə də həmin qayda ilə belə nöqtələri çap eləyib onu müvafiq yerlərdə istifadə eləyə bilərik. Bu videoda hələlik bu qədər. Diqqətiniz üçün minnətdaram.